Deməli, burada biri mənə sual verir ki, sən niyə təksən mənim kimi? O suala cavab verəcəm. Deməli, mənim təkliyimin səbəbi mənim düzgün çevrəmin olmaması ilə bağlıdır. Mənim heç vaxtı istədiyim, bəyəndiyim, belə tam qane olduğum çevrə olmayıb. Az adam olub, o da oradaca bitib. Niyə? Ona görə ki, mən seçici bir insanam. Hamını da bəyənmirəm. Öz dəyərlərim var, öz düşüncə tərzim var, hisslər var, mənalı hisslər, duyğular var. Yəni onunla uzlaşan bir insanla rastlaşmamışam. İnsan toplumu ilə belə desək rastlaşmamışam yenə kimi ki, davam eləsin bizim aramızdakı münasibət. Yəni məsələ bundadır da, məsələ bundadır. Ona görə də belə təklikdə vaxtımızı keçiririk. Hər bir şey enerji tələb eləyir. Mən introvert insan olduğum üçün mənə çətindir sosial mühitdə enerji mübadiləsi aparmaq. Belə.